Sakitlik. Onlar səni izləyir. Lakin sən bunu görmürsən, eşitmirsən. Əslində bu səssizliyin arxasında böyük fırtına var. Bu, müasir dünyanın ən təhlükəli müharibəsidir. Silahsız, amma dağıdıcı. Bunun adı kiber müharibədir. Hər bir şey bir klikdən başlayır. Salam 1-2-3-ün və yaxud da ki doğum tarixinin və yaxud da ki adının ilk hərfinin ya deyək ki adının, belə demək mümkündürsə, şifrə olduğunu zənn edən adamlar var deyək. Hücumun mənbəyini və sifarişçisini müəyyən etmək ən çətin məsələlərdən biridir. Təsəvvür eləyin, səhər kompüterinizi açırsınız və bütün fayllarınız şifrələnir. Kiberməkan bugün müstəqil döyüş sahəsi kimi qiymətləndirilir. Risklərin təsadüfi deyil, sistemli şəkildə idarə olunması əsas prinsiplərdən biridir. Mövcud mühit çox vaxt hücum edənlərin xeyrinə işləyir. Boşluq nədir? Həmin o istifadəçinin sosial mühəndisliyi. Hər səhər telefonu alıb mesajları yoxlayırıq, bank hesablarına daxil oluruq. Sizcə bu sadə prosesdir? Yox, təbii ki. Bu, məlumatlarının hər saniyə risk altında olduğu bir sistemdir. Onlar səni tanımasa da haqqında hər şeyi bilirlər. Səhv klik, saxta mesaj və hər şey dəyişir. Bəs bu necə baş verir? Kiberməkan anlayışı ilə başlayaq. Kiberməkan, kompüterlərin, serverlərin və şəbəkələrin birləşməsi nəticəsində yaranan görünməz rəqəmsal dünyadır. Burada insanlar ünsiyyət qurur, məlumat paylaşır, alış-veriş edir. Yəni, müxtəlif xidmətlərdən yararlanırlar. Bəs kiber hücum necə baş verir? Birinci düstur nədir? Motivasiya olmalıdır. İkincisi, boşluq tapılmalıdır və bu boşluğu istifadə edərək sistemi hücum edirlər. Yəni, motivasiyalar nələr ola bilər? Məsəl üçün, sən kiminsə Instagram səhifəsini sındırmaq istəyirsən, bu motivasiyadır. Və ya hər hansı bir tanışının məktublarını oxumaq istəyirsən, bu da motivasiyadır. Bütün bunları, motivasiyaları toplayaraq sən növbəti mərhələyə keçirsən və artıq sistemdə boşluq axtarmağa başlayırsan. Boşluğu tapdıqdan sonra əgər düzgün hücum olursa, düzgün reallaşdırırsansa, bu sonda hücum baş vermiş olur. Sizə adi görünən bir mesaj gəlir. Bankdan, kargo şirkətindən ya da sosial şəbəkədən. Siz də heç nəyi düşünmədən linkə daxil olursunuz və məlumatlarınızı özünüz təqdim edirsiniz. Məsələn, kartınız bloklandı, çatdırılma uğursuz oldu, şəkilləriniz bizdədir, məhkəmə istintaqı barədə bildiriş kimi mesajlar gəlir. İnsan panikaya düşür, vaxt itirmədən linkə klikləyir və bir neçə saniyədə kart və fərdi məlumatları qarşı tərəfə ötürür. İlk kompüter virusları sadə idi. Zərər vermək məqsədi daşımırdı. Zaman keçdikcə niyyətlər dəyişdi. Maraq gücə, eksperiment təhlükəyə çevrildi. Və kiberməkan artıq təhlükəsiz deyil. Texnologiya inkişaf etdikcə risklər də artır. Zaman keçdikcə məsafədən iş və xidmət anlayışları daha da aktuallaşır. Hazırda dövlət xidmətlərinin böyük əksəriyyəti onlayn formada təqdim olunur və internetə qoşulan xidmətlərin sayı hər keçən gün artır. Bu, potensial hücum səthini genişləndirir və kiber hücumlar üçün hədəflərin sayını artırır.
Aha. Bir link göndərim sənə. Aç. Mesaj bankdandır. Nə qəribə linkdir belə. Girmir sənə. Yaxşı. Təcili kartınızın aktivləşdirilməsi üçün linka daxil. Kart niyə bloklandı? Bəlkə banka zəng vurun. Yox, bir şey olmaz yəqin ki. Daxil olum linkə. Aha. Kart nömrəsi, CVV. Bu da sənin 400 manatın. Bu nədir? Məndən niyə 400 manat çıxdı ki? 200 manat. Nətər olur bu? Kiber təhdidlərin vurduğu ziyan dinamik olaraq artır. Məsələn, bir rəqəmi sizə söyleyeyim. 2022-ci ildə Dünya İqtisadi Forumunun hesablamalarına görə 5 trilyon dollar məbləğində təxminən hesablanır ki, 5 trilyona qədər kiber təhlükəsizlik ziyan vurur. İndi bu rəqəm 10 trilyondur. Yəni 2-3 il ərzində 2 dəfə artır. Sual ola bilər ki, bu 10 trilyon dollar vəsait oğurlanır. Yox, oğurlanmır. Tutaq ki, əgər hansı bir hava limanında kiber təhlükəsizlik nəticəsində işıqlar sönübsə, təyyarlar uçmursa və əldə edilən ziyan əslində kiber təhlükəsizlik nəticəsində baş verən ziyan olur. Və bu kimi nümunələrə baxdıqda biz görürük ki, bu gün kiber təhdidlər həqiqətən iqtisadiyyata, həyatımızın bütün sahələrinə ciddi şəkildə ziyan vurmuş olur. То есть есть разного рода хакерские группировки. Bu gün kibercinayətkarlar artıq tək-tək şəxslər deyil, təşkilatlanmış qruplardır. Əvvəllər olduğu kimi bir-iki nəfərin kompüter arxasında oturub sistem sındırması artıq aktual deyil. İndi belə qruplaşmalar yüzlərlə insandan ibarət ola bilər. Onların strukturu adi şirkət kimidir. Kadr seçimi ilə məşğul olan bölmələri var. Zərərli proqram təminatı, viruslar, trojanlar və digər alətlər hazırlayan proqramçılar var. Sistemlərə daxil olan hakkerlər var. Maliyyə ilə məşğul olan şəxslər var. Hətta bankları sındırmaq və ya vətəndaşların vəsaitlərini ələ keçirmək üçün bank əməkdaşları ilə işləməyə, onları ələ almağa çalışan şəxslər də mövcuddur. Bu qruplaşmalar bir ölkə ilə məhdudlaşmır. Onlar müxtəlif ölkələrdən olan şəxslərdən ibarət transmilli strukturlar ola bilər və üzvlər bir-birini şəxsən tanımadan yalnız messengerlər vasitəsilə ünsiyyət qururlar. İlk insan, bəşəriyyət ilk yarananda ilk insan, deyək ki, obsidian daşını yontub ondan bıçaq düzəltmişdi, deyilmi? Əlbəttə ki, bıçağı ilk düzəldən, ilk, belə demək mümkündürsə, yaradan insanın məqsədi cinayət törətmək deyildi. Daha sonra bıçaqla cinayət əməlləri törədilməyə başlandı. Yəni, biz interneti də və rəqəmsallaşmanı da, kiber mühiti də elə görürük. Mənim baxış açım belədir. İnternet əslində çox mühüm, bəşəriyyətin, bütün dünyanın, bütün insanlığın inkişafı və gələcəyi üçün çox mühüm bir fenomendir, mühüm bir kəşfdir. Yetər ki, o pozitiv məqsədlərlə istifadə olunsun. Maliyyə fırıldaqları, məlumat oğurluğu, dələduzluq, onlayn qumar oyunları, şəxsi məlumatların ələ keçirilməsi, sistemlərin pozulması kiber cinayətlərin əsas istiqamətləridir. Saçında uzanıb, bacıoğlu, vaxtında gəlsən, belə olmaz da. Demək, Ayüstə, inanırsan ki, valideç, vaxtım olmur.
kifayət də pis olub. Amma dövlətin vergisini vaxtında ödəməliyik də. Əlbəttə. Bacıoğlu, üzr istəyirəm. İcazə ver baxım görüm nə mesaj gəldi. Buyur usta. Dövlət vergi xidməti. Borcunuz var. Ödəmək üçün linkə daxil olun. Biraz tez oldu axı. Yeni ödəmişdim. Ay usta, yaxşı bax. Birdən fırıldaqçılar olar. Kişi yox. Bu dövlət mesajdır. Logosu da var. Qoy bir dənə bunu ödəyim. Ödədim. Çox rahatlandım. İndi işimizə başlayaq. Başlayaq ay usta. Bu nədir? 200 manat çıxdı mənim pulumdan. 300 manat çıxdı mənim pulumdan. 250 manat çıxdı mənim pulumdan. Dedim axı sənə ay usta. O linkə girməmişdən əvvəl baxmaq lazımdır. Nə link? Hansı link? Onlar fırıldaqçıydılar. Ay kişi, bütün pullarım getdi. Bu nə işdi mən düşdüm? Kartdan pul uğurlanmır. Sən özün verirsən o pulu kiməsə. Niyə? Çünki ikili avtorizasiya, buradan gözəl əvvəlki nümunədə göstərdiyim kimi ikili avtorizasiya var. Birincisi sən kartın nömrəsini yazırsan, CVC və sair kodları yazırsan və ondan sonra sənə SMS gəlir və sən o SMS kodunu daxil etməlisən. Bu SMS-də çox vaxtı sosial mühəndislik istifadə edərək adamdan alırlar və adamı daxil edərək onun kartından pulu çəkmiş olurlar. Yəni insanlar, ki, əslində PCI DSS-in tam standartları, payment kartın, vizan və s. qoyduğu şərtlər ödənir. Sadəcə insanlar özləri sosial mühəndisliyin hesabına o məlumatı verdiklərinə görə belə bir problem yaşamış olurlar. Kiberməkan bugün müstəqil döyüş sahəsi kimi qiymətləndirilir. Buna görə də həm hərbi qurumlar, həm də xüsusi xidmət orqanları qarşılarında duran əməliyyatları həyata keçirmək üçün bu sahəni fəal şəkildə mənimsəyirlər. Məsələn, informasiya və media imkanlarından necə fəal istifadə edildiyinə baxaq. İran strukturları, eləcə də Amerika Birləşmiş Ştatları və İsrail tərəfindən həyata keçirilən zərbələr zamanı media kontentindən rəqibləri gözdən salmaq və öz güclərinə inam nümayiş etdirmək məqsədi ilə geniş istifadə olunub. Hərbi qurumlar üçün kiberməkan rəqib ölkənin rəqəmsal infrastrukturuna qarşı kiber hücumlar endirmək və kiber əməliyyatlar aparmaq imkanıdır. Bu istiqamət artıq konkret kiber əməliyyat mərkəzləri formasında təşkil olunub. Belə mərkəzlər, o cümlədən Şimali Atlantika Alyansının strukturunda fəaliyyət göstərir. Məsələn, NATO-nun Estoniyanın paytaxtı Tallində yerləşən kiber əməliyyatlar mərkəzi mövcuddur. Hədəf yalnız fərdlər deyil, daha qlobaldır. Kiber hücumlar nəticəsində enerji sistemləri iflic edilə, bank sektoru çökdürülə, dövlət idarəçiliyinə zərbə vurula bilər. Bu səbəbdən kiberməkan rəqəmsal dünyadan daha çox dövlətlərin gücünü, təhlükəsizliyini və gələcəyini müəyyən edən strateji meydandır. Məsəl üçün, telekommunikasiya sektoru. O çox kritikdir. Telekommunikasiya sektorunda hər hansı bir hadisə baş verərsə, ölkə miqyasında mobil rabitə və ya digər rabitə növləri kəsilmiş olacaq da. Bax, ona görə biz görürük ki, hücumlar bir çox hallarda bu kritik sektorlara yönəlir. Yəni, məqsəd dövlətə ziyan vurmaqdır.
Xüsusən əgər iki ölkə bir-birinə müharibə aparırsa, onlar çalışırlar ki, bir-birlərinə ciddi şəkildə ziyan vursunlar. Məsələn, biz regionumuzda olan hadisələri götürsək, Ukraynanın enerji sektoru, məsəl üçün, dəfələrlə kiberhücuma məruz qalır. Bugün müasir dövrdə bu kritik adlandırdığımız sahələr, enerjidir, su təchizatıdır, səhiyyədir, telekommunikasiyalar hamısı rəqəmsal idarə olunur. Ona görə həmin o SCADA sistemlərinin hücum vasitəsilə o sıradan çıxartmaqla ümumilikdə ölkə üzrə enerji və yaxud digər bu cür həyat əhəmiyyətli sistemləri sıradan çıxartmaq olur. Paralel olaraq ənənəvi olaraq phishing hücumları, o hər bir təşkilatda işləyən bir insanın zəifliyini tapmaq, o insan vasitəsilə həmən qurumun şəbəkəsinə daxil olmaq hücum növləri çoxdur. Və burada da bir çox hallarda bir phishing hücumu nəticəsində zərərverici proqram e-mail üzərindən göndərilir. Əməkdaş zəif əməkdaşdır, maarifləndirilməyib, o zərərverici proqramı qəbul edir. Gördüyümüzə, eşitdiyimizə nə qədər etibar edə bilərik? Texnologiyanın sürətli inkişafı saxtanı reallıq kimi təqdim etməyi bacarır. İnsan üzləri, səsləri, hətta davranışları süni şəkildə yaradılır və gerçək kimi təqdim olunur. Bu deepfake-dir. Deepfake texnologiyası ilk başlarda əyləncə və yaradıcılıq vasitəsi kimi görünsə də, bugünün ciddi təhlükə mənbəyinə çevrilməkdədir. Ana salam, mənə kömək elə. Nə olub oğlum? Nə baş verib? Salamatçılıqdır. Hardasan? Telefonumu oğurlayıblar. Başıma iş gəlib. Aba, de görüm nə olub axı? Nə baş verib? Ana, mənə təcili pul lazımdır. Pul göndər mənə. Yaxşısan oğlum. Döyüblər səni. Yaralısan? Pul göndər. Vaxt yoxdur. Sonra danışarıq. Ana, sənə kart nömrəsi göndərəcəm. Ora pul göndər. Nə qədər bacarırsan, çox göndər. Hə, yaxşı. Yaxşı, sən narahat olma. Bu dəqiqə göndərəcəm. Bu dəqiqə heç narahat olma. Oldu. Ana, geldim ben. Ay oğlum. Ayca. Salam ayana. Nə oldu? Necə oldun? Yaxşısan? Yaxşıyam, nəsə olub? Sən dedin axı telefonunu oğurlayıblar. Nə vaxt dedim? 5 dəqiqə bundan əvvəl. Bilinməyən nömrədən zəng eləmişdin. Bilinməyən nömrə? Mən sənə zəng eləməmişəm axı. Evə gəlirdim, ona görə yığdım. Necə yəni? Bəs pul? Pul istəmirdin? Nə? Normal danış görüm, nə olub ayana? Nəsə olub? Sənin səsin idi də. Dedim başıma iş gəlib, təcili mənə pul göndər. Mən də bütün pensiyamı göndərdim. Ay ana, sən neynəmsən ay ana? Süni intellekt mövcud riskləri daha da artırır. Bu yolla hücum edənlər daha inandırıcı phishing mesajları hazırlayır. Avtomatlaşdırılmış hücumlar qura bilirlər. Yəni, eyni anda minlərlə sistemi yoxlamaq və zəif nöqtələri tapmaq daha da asanlaşıb. Son günlərdə test mərhələsinə daxil olan Mythos adlı yeni texnologiya buna nümunədir. Bu sistem şəbəkədəki zəiflikləri dərhal aşkar edən süni intellekt əsaslı platformadır. Glasswing adlı layihə çərçivəsində bir neçə şirkət tərəfindən hazırlanıb. Lakin burada əsas problem ondan ibarətdir ki, belə texnologiyalar müdafiə məqsədi ilə istifadə olunsa da, eyni zamanda hücum edən tərəflər, hakerlər və digər düşmən aktorlar tərəfindən də zəiflikləri aşkar etmək üçün istifadə oluna bilər. Bu isə o deməkdir ki, mövcud mühit çox vaxt hücum edənlərin xeyrinə işləyir. Çünki hücum edən tərəfin yalnız bir dəfə uğur qazanması kifayətdir. Müdafiə edən tərəf isə daim bütün riskləri nəzərə almalı və hazır olmalıdır. Bəs çıxış yolu nədir? Texnologiyadan imtina edək? Yox, əlbəttə. Kibertəhlükəsizlikdə ən böyük üstünlük sizin öz əlinizdədir. Ən sadə qaydalardan danışsaq, tanımadığınız linklərə klikləməyin. Şübhəli mesajlara cavab verməyin. Çünki hücumların böyük hissəsi məhz buradan başlayır, yəni bir klikdən.
Məsələn, sizə tanış görünən bir mesaj gəlir. Siz də çox düşünmədən daxil olursunuz və fərqinə varmadan məlumatlarınızı paylaşmış olursunuz. Bu cür halların qarşısını almağın ən asan yolu bir neçə saniyə dayanıb düşünməkdir. Bunun yanında 2 mərhələni təsdiqləməni mütləq aktivləşdirmək lazımdır. Bu hesabınız üçün əlavə qorunma qatıdır. Yəni kimsə şifrənizi bilsə belə içəri daxil ola bilmir. Növbəti vacib məqam şifrələrdir. Hər platforma üçün fərqli və güclü şifrələrdən istifadə etmək lazımdır. Çünki eyni şifrəni bir neçə yerdə istifadə etmək bir açarı bütün qapılara açıq qoymaq kimidir. Və nəhayət cihazlarınızı və proqramlarınızı mütəmadi yeniləyin. Необходимо отметить, что хакерские группировки, они Ən vacib məqam isə ondan ibarətdir ki, dövlətin rəqəmsal qalxanı daim təkmilləşdirilməlidir ki, ən yeni tendensiyalara və mövcud şəraitdə baş verən dəyişikliklərə adekvat cavab verə bilsin. Çünki rəqəmsal mühit və kiber əməliyyatlar sahəsində dəyişikliklər çox sürətlə baş verir. Hətta yarım il ərzində tamamilə yeni tendensiyalar, çağırışlar və təhdidlər ortaya çıxa bilər. Müasir dövrdə istənilən dövlət üçün beynəlxalq əməkdaşlıq da mühüm əhəmiyyət daşıyır. Zərurət yarandıqda məlumat mübadiləsi aparmaq və konkret insidentlərin birgə araşdırılması üçün digər ölkələrin müvafiq qurumları ilə əlaqələr vacibdir. Çünki kiber hücumlar çox vaxt başqasının bayrağı altında həyata keçirilə bilər. Dövr dəyişdikcə prioritetlər də dəyişir. Savaşlar səssiz və sərhədsizdir. Ölkədə kiber cinayətkarlığa qarşı mübarizə son illərdə dövlət təhlükəsizliyi və rəqəmsal inkişaf siyasətinin əsas istiqamətlərindən biridir. Kiber təhlükəsizlik sahəsində fəaliyyət göstərən əsas qurumlardan biri. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına məxsus veb-saytların təhlükəsizlik səviyyəsinin yoxlanılması məqsədi ilə 194 audit və nüfuz etmə testi həyata keçirib. Cari ilin ilk 3 ayı ərzində 274 kiber hücum bloklanıb. Risk dedikdə dövlət qurumunun fəaliyyətinə, informasiya təhlükəsizliyinə, xidmətlərinin dayanıqlığına və ümumilikdə sabitliyinə mənfi təsir göstərə biləcək hər hansı bir potensial hadisə və yaxud da şərait nəzərdə tutulur. Bu risklər həm texnoloji, həm təşkilati, həm də insan amili ilə bağlı ola bilər. Məhz buna görə də risklərin təsadüfi deyil, sistemli şəkildə idarə olunması əsas prinsiplərdən biridir. Bu sistemli yanaşmanın da əsas alətlərindən biri risklər reyestridir. Risklər reyestri dövlət qurumlarında mümkün təhdidlərin öncədən müəyyən edilməsi, qiymətləndirilməsi və prioritetləşdirilməsi üçün istifadə olunan idarəetmə alətlərindəndir. Risklərin qiymətləndirilməsi və prioritetləşdirilməsi prosesi sistemli və mərhələli şəkildə aparılmalıdır. Bu səbəblə Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət qurumlarında informasiya təhlükəsizliyi risklərinin və risklər reyestrinin aparılması üzrə vahid çərçivə müəyyən edilmişdir. Sözü gedən çərçivə yalnız dövlət qurumları üçün deyil, eyni zamanda digər təşkilatlar tərəfindən də tətbiq edilə və onların fəaliyyətində istifadə oluna bilərlər. Risklərin qiymətləndirilməsi ilk növbədə dövlət qurumunun məsul olduğu informasiya məkanının müəyyənləşdirilməsi ilə başlamalıdır. Yəni, dövlət qurumları öncəliklə hansı informasiya sistemlərinə, hansı məlumat bazalarına, rəqəmsal xidmətlərə, texniki vasitələrə və yaxud da proseslərə görə məsuliyyət daşıdığını dəqiq şəkildə müəyyən etməlidir. Daha sonra isə həmin aktivlərə təsir göstərə biləcək təhdidlər və bu təhdidlərin istismar edə biləcəyi zəifliklər, nəticədə isə yarana biləcək hadisələr və fəsadlar müəyyən olunur. Qaydaya görə riskin qiymətləndirilməsi aktivin dəyəri, baş vermə ehtimalı və təsirin ağırlığı kimi əsas meyarlarla götürülür. Məhz bu mərhələdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən yaradılmış təhdidlər və həllər kataloqu xüsusi əhəmiyyət daşıyır. Bu müharibədə atəş kliklə açılır. Hücum səssiz gələn məlumat axınıdır. Sərhəd yoxdur, amma müdafiə sadədir.